Salam, hər vaxtınız xeyir, hər birinizi salamlayıram. Necəsiz? İnşallah ki, hamınız yaxşısınız. Bu vlog biraz vlogları gec atıram, amma düşündüm ki, bu vlog biraz maraqlı olar sizə. Çünki gəzmək vlogudur. Düzdür, gəzmək vlogları çox bəlkə də sevilmir, bilmirəm. Amma yəni eyni şeyləri çəkmək istəmədim. Ona görə çox gec atıram vlogları. Və belə qızlar rayona getmişdik İsmayıllıya. Ondan bir gün öncə belə bir bazarlıq eləmişdim. Gözəlin sevdiyi, nə bilim, kividir, banandır, belə şeylər almışdıq evə. Sonra lavaşdır, evdə ona mən dönər düzəldirəm, nə bilim, döşətini qaynadıram və ya əti qaynadıram, belə lavaşın arasında dönər kimi xoşlayır. Sonra nə bilim, pudingdir, evə lazımlı labnedir falan, belə şeylər aldı. Burada indi əlimdə gördüyünüz pendir çox dadlı bir pendirdir. İndi onu sizə ətraflı göstərəcəm. Həqiqətən səhərlər, yəni mən çox xoşlayıram. Hələ kalbasa filan, belə, məsələn, çörək arası düzəldib yeməyi daha çox sevirəm. Kişmiş almışdım, amma kişmişi heç sevmədim. 4 manat 70 qəpik idi və heç, yəni yuyurdum, ancaq rəng çıxırdı kişmişdən. Bilmədim bu normaldır yoxsa, yəni əvvəl aldığım kişmişlərdə belə bir şey olmurdu. Yəqin ki, market malıdır deyə belə idi, bilmirəm. Nəysə qızlar, gəldik əsas hissəyə və burada hazırlaşmışam. Səhər tezdən durmuşuq. Yoldaşımı gözləyirəm ki, maşını çıxarsın və biz yollanırıq İsmayıllıya. İsmayıllıda otelin adını istəsəz qeyd edərəm. Orada İsmayıllı Qəbələ yolunun üzərində, demək bir otel idi. Orada bir kotec rezerv eləmişdik. Baldızımgil, baldızımın oğlu və mən, yoldaşım və qızım yollandıq ora. Dedik həm qar görək, həm biraz 2 gün dincələk. Və baldızımı götürdük və gedirik rayona. Hal-hazırda mən bu videonu səsləndirirəm. Biz artıq qayıtmışıq. Dünən demək qayıtdıq. Amma yəni çox maraqlı günlər keçdi. 2 gün, 3 gün olmasına baxmayaraq çox maraqlı keçdi. Həqiqətən yaxşı ki, getdik. Amma rayon Bakıdan çox isti idi. Həqiqətən havası, bilmirəm, küləksizdir deyəmi, yoxsa nədir. Mən orada heç üşümədim. Demək olar kurtkanı çox az geymişəm. Yəni çox gözəl idi hava. Həqiqətən rayon havası deyə bir gerçək var imiş, var yəni. Əgər qızlar qiymətlə bağlı və yaxud da nəsə, nə bilim, soruşmaq istədiyiniz bir şey olsa, altda kommentlərdə yazarsınız. Mən mütləq onları cavablayacağam. Çünki bilirəm çox insana maraqlı olur, amma soruşmadan da belə izah vermək istəmirəm. Bəlkə də, yəni kiməsə maraqlı olsa izah edərəm deyə düşünürəm. Burada da bir yol üstü dayandıq. Dedik ki, bir çay içək, səhər yeməyi yeyək. Çünki səhər yeməyi, yəni demək olar çox az yemişdik, yeməmişdik. Və burada gəldik, belə çox gözəl bir yer idi. Peç isti, otaq çox isti idi, belə, nə bilim, pomidor, yumurta filan, səhər yeməyinə pendir, zeytun, belə şeylər sifariş elədik və oturduq, səhər yeməyimizi yedik. Qızım da içəri girmək istəmirdi. İnanın ki, qarla, yəni qardan doydu deyə düşünürəm. Həqiqətən o qədər oyunu, yəni qarla hər cür aktivitə elədi deyə fikirləşirəm. Və burada səhər yeməyimiz gəlir. Gözəl hələ də çöldədir. Yəni güclə gətirmişəm içəri ki, gedirik. Yəni rayonda da qar olacaq. Biz getdiyimiz yerdə də qar olacaq. Elə bilir ki, onu alladıram. Fikirləşir ki, bundan başqa qar olmayacaq. Burada da artıq çatmışıq həmin otelə və biz və maşını saxlayırıq, yerləşməyə başlayırıq. Sizin üçün ətraflı içərisini çəkmişəm. Yəni kiməsə maraqlı olsa, bəlkə də çoxunuz bilirsiniz, bilmirəm. Və belə ətraflı içərisini çəkmişəm. Kotec, yəni istipol idi, çox isti idi otaqlar, həqiqətən çox xoşuma gəldi və belə hər şey tərtəmiz idi. Kuxnası yox idi, bircə kuxnası yox idi, yəni paltar yuyan filan elə şeylər yox idi, amma belə ümumi olaraq çox gözəl idi. Oteldə biz dedik, bəlkə oteldə də yer olar, amma soruşduq, dedilər ki, yox, oteldə yer yoxdur. Ona görə də dedik, eybi yox, burada da qala bilərik. Yəni 2 ailə, necə deyirlər, yerləşə bilər, gələ bilər, qala bilər burada və belə pilləkənlə də yuxarı hissəsi var. Orada da bir yataq var.
Düzdür, ara bir buradan çox qorxu yaşayırdım. Çünki gördüyünüz kimi buranın aşağısı açıq idi və gözəlin buradan düşmə ehtimalı məni dəli edirdi də. Yəni gözəl də sağ olsun 3 günün yəni evdə olduğumuz, o kotejdə olduğumuz müddətdə ancaq yuxarı çıxırdı və düşürdü pilləkənləri, xoşuna gəlirdi, idman edirdi deyə düşünürəm. Yəni mən də biraz qorxurdum ki, oradan yıxılar, nəsə olar, amma şükür Allaha atlatdıq. Burada da axşamda artıq və belə qartopu oynayırdıq. Gözəl hamımızı qartopu ilə vururdu və belə maraqlı idi. İnanın heç axşamında da soyuq çox yox idi, amma gözəl çimmişdi deyə qorxurdum ki, birdən soyuq olar. Çünki bizlə baldızım, mən və gözəl getmişdik səhər, necə deyirlər, saunaya, hamam filan, gözəli baseynə salmışdım, hovuza və üzmüşdü orada, nə bilim. Ona görə dedim birdən başına soyuq olar, amma şükür ki, heç bir şey olmadı. Yəni burada artıq axşam yeməyinə gəlmişik, həmin otelin restoranına gəlmişdik və belə sizin üçün də çəkdim. Burada hər saniyə sizin üçün çəkmişəm ki, yəni maraqlı olar bəlkə kiməsə. Burada da gözəl, təbii ki, Bellasız heç yerə getmir. Kuklasının adı Belladır. Burada da görürsüz onun geyimlərini, ayaqqabılarını elə gözəl yerləşdirir ki, sonra da deyir ki, bu uşağıma soyuq olar və əynini dəyişir, nə bilim. Belə maraqlı bir anı çəkmişəm. Burada artıq səhəri gündür və belə günəş çıxmağa başlayır və çox gözəl görüntü, mənzərə var idi. Otelin ərazisində göl də var idi. Qızlar, otelin adı Castle Resort Spa gedir. Demək, Instagram səhifələri var. Özləri ilə əlaqə saxlayıb, məsələn, qiymətlərlə bağlı nə sualınız varsa verə bilərsiniz. Və bura yazda da, yay aylarında da çox gözəl görünür. Mən səhifədə baxdım. Yəni çox gözəl şəkillər çıxır. Mənzərəsi çox gözəldir də, yəni belə deyim. Burada da artıq demək, burada yadımdan çıxıb hara getdiyimiz bilmirəm. Burada gözəl qarla oynayır və demək, çox hissəsini elə çöldə keçirdik. Demək olar ki, istəyirdim ki, gözəl hava alsın. Çox gözəl günəş var idi, günəşli hava idi və isti idi. Ona görə elə çox hissəsini çöldə hava alaraq keçirdik. Rayon havası uşaq üçün məncə çox yaxşıdır. Burada otelin restoranına gəlmişik, axşam yeməyi yeməyə. Oteldə bir dəfə səhər yeməyi yeyə bilərdik və belə axşamda yeməyə gəldik. Bu da artıq növbəti gündür, hansı ki biz saat 12-də artıq oteli, yəni koteci təhvil verməli idi və yola çıxmalıydıq. Və sonra gəldik yoldaşımın əmisigilə, onlar da İsmayıllıda qalırlar və belə gözəl bir həm çay süfrəsi, həm yemək süfrəsi hazırlanır. Və beləcə istirahətimiz artıq sona çatır və biz evə qayıdırıq. Salam, hər birinizi salamlayıram. Necəsiz qızlar, xanımlar? Demək, dırnaqlarımı çıxartdım. Bugün özüm çıxartmışam pilkayla. Çünki həvəsim olmadı gedib salonda oturmağa. Düzdür, bu çox xırda bir prosedurdur. Amma yenə də yazılmaq, getmək, gəlmək və hava da çox soyuqdur. Çölə çıxmaq istəmədim. Belə özüm çıxarmışam. Amma hal-hazırda çıxarmışam deyə buraları belə pis gündədir. İndi kremzat çəkəcəm. Baxım, o üçün olan laklardan çəkəcəm və özlərinə gəlsinlər. Amma o qədər rahatladım. Yəni ki, heç mənlik deyilmiş. O necə deyirlər, uzun dırnaq həqiqətən heç xoşlamıram da, yəni düzdür, səliqəli görünür deyə elətdirirəm, amma yəni heç mənlik deyil. Əlim o qədər rahat oldu ki, belə
həqiqətən də insanın necə deyirlər, öz əli də, yəni belə bilmirəm sizdə də eyni hisslər var. Düzdür. Çox səliqəli görünür. Uzun dırnaqları kimdəsə görəndə, qızlarda görəndə çox xoşum gəlir. Amma belə özüm bacarmıram da, yəni belə çox rahat hiss eləyirəm. Nə bilim, adicə məsəl üçün paltar geyinirəm, düyməsin bağlamaq, nə bilim, uşaqlıyam da, tez-tez lazım olur, uşağı geydirirəm. Məsələn, çox çətin olur, əsəb keçirdirəm hər dəfə. Ona görə biraz fasilə verməyə qərar verdim. Yayda yəqin ki, yaz ayları filan, onda başlayaram, elətdirərəm 1-2 ay. Çünki 5-6 ay idi artıq eləyirdim və heç fasilə verməmişdim. Nəysə, deyəcəksiniz bizə nə? Sadəcə maraqlı olur. Bilmədim nədən danışım, ona görə belə danışmağa qərar verdim. Keçən dəfə sizə demişdim, bu Lancome'un bu ətrini almışdım Tinder yol mağazasından və demək dünən getdim. Qızımı hazırlığa qoyduqdan sonraki bəlkə bundan varsa yenə alım. Çünki kiçik boydur və tez qurtarır da, ona görə. Xanım elə məni görən kimi dedim, soruşdu ki, bitirmisiniz artıq? Dedim, yox, bitirməmişəm. Sadəcə istəyirəm ki, 1-2-3 dənə də alım ki, yəni çox xoşuma gəlib. O da axtardı, amma tapa bilmədi və mənə bunu məsləhət gördü. Gözləyim buradan adını. Qızlar, əfsanədir də. Yəni bilmirəm, mənim kimi bu ətir zövqü belə olanlar, yəni bilmirəm bunun iyisi necə gedir. Çiçəksidir, vanilimsi, belə çox gözəl bir ətri var da, yəni. Bunu mütləq sınayın. Düz orijinalı biraz bahadır deyəsən, səhv eləmirəmsə. Mən Google-da araşdırdım bunu. Dedim bəlkə böyük boyun alım da. Yəni 80 millisi 150 manat idi, səhv eləmirəmsə, amma yenə də normaldır, düzdür. Amma fikirləşdim ki, elə varsa belə ala bilərəm də, yəni. Xanımdan soruşdum ki, böyük boylarını gətirirsiniz? Dedi, yox, ancaq kiçik boy olur. Qızlar, möhtəşəmdir bunun iyi. Mütləq yoxlayın. Yəni tez-tez alacağam. Xanımın nömrəsini də götürdüm ki, bu duxu olduğu zaman mənim üçün ayırırsınız, mən gəlib götürürəm. Bunu da özüm seçmişdim. Bunu xanım məsləhət gördü, aldım, çox xoşuma gəldi. Bunu özüm seçmişdim, heç bəyənmədim. Yəni evə gəldi, orada bilmirəm, ətirlərin iyisi qarışmışdı deyə bəlkə də seçdim. Sadəcə evə gələndən sonra o qədər də xoşuma gəlmədi. Belə qızıl gül iyisi kimi. Mən elə iyləri heç xoşlamıram da, qızıl gül iyi filan. Xoşuma gəlmədi bu, nəsə. Bu iyilər Lancome'dur, budur. Yəni kod görüldü, nəsə gedir də adı, səhv eləmirəmsə. Demək bu iyilər açıldıqca açılır və insan iyilədikcə iyləmək istəyir də, o elə bir ətirlərdir. Amma bu sadəcə belə biraz qızıl gül iyi gəlir və yəni düzdür, pis deyil iyi, amma çox bəyənmədim. O sırada da qızım məndən duxu istəyirdi, ətir istəyirdi. Elə əlimdə gördü, özü də ölür də çəhrayı rəng üçün. Görüb bunu elə dedi ki, bu mənim olsun. Dedim, yaxşı. Bilmirəm, yaşına uyğun deyil, amma yenə də məncə iyi deyim də. Amma qızıl gül idi deyə fikirləşdim ki, hə, nə vaxt ürəyin istəsə vurarsan, o xətrinə dəymədim. İstəyirdi deyə ona verdim. Yəni belə qızlar, bu ətirlər çox möhtəşəmdir. Həmişə Trendyoldan sifariş eləyirdim. Amma fikirləşdim ki, çox nahaq, yəni ki, onsuz da iyləri qalmırdı. Bircə dənə o qırmızı bir duxu sifariş eləmişdim Trendyoldan. Onun iyisi çox qalıcı olurdu, amma yenə də bunun iyi çox xoşuma gəldi. Mən ətir xəstəsiyəm, ona görə belə aldım. Yəqin ki, bundan həm də Lancome'dan biraz çox alacağım. 1-2 dənə də almağı fikirləşirəm. Çünki belə bir yetmir də mən hər gün. Evdə də olanda duxu vururam, yəni. Belə. Yəni hava bugün çox soyuqdur. Mən də evləri yığışdırıram. Buraları biraz tozsoranladım. Gözənin bu şalvarını təmizləyəcəm. Orada ütülənməlilər falan var. Yuyulmuş paltarlar. Yəni belə qızlar. Bir də bir şey deyim. Mən bu yatağın üstünə məndə 2-3 dənə hardasa belə necə deyim, atmaq üçün örtüyü var da. Amma mənə bu o qədər rahatdır ki, hər dəfə bunu atıram, yuyuram, atıram da. Yəni bunu çox rahatdır. Amma axtarıram, yəni ki, belə rahat bir örtü olsa almağı fikirləşirəm. Çünki dəyişikliyi xoşlayıram da, dəyişik olsun. Ona görə bunu da demək istədim. Çünki bəzən çox necə deyirlər, videolarda çox düşür. Elə bilərsiniz ki, hər gün bunu yəni yumadan istifadə edirəm. Xeyr. Bunu ara bir yuyuram və istifadə edirəm. Çünki çox rahatdır mənə. Amma dəyişik bir şey istəyirəm. Belə. Qızlar, burada da bir tərəfdən mərci hazırlayıram. Qızım hazırlıqdadır. O gələnə kimi neçə gündür quru yeyir rayondan gələndən sonra da. Ona görə istəyirəm ki, ona sulu bir şey hazırlayım ki, qoy mədəsinə ziyan olmasın da. Yəni uşaqlar üçün vacibdir sulu yemək. Ona görə çalışıram ona
sulu yemək bişirim. Və burada mərci hazırlayıram. Düzdür, bunu axıra, sona kimi çəkə bilməyəcəm, çünki çox göstərmişəm məncə. Ona görə qızlar, yəni sizlə sağollaşmaq üçün açdım bunu. Çox sağ olun ki, məni izləyirsiniz. Düzdür, çox aşağıdır izlənmə sayı, nə bilim, bəyənmə sayı, hər şey çox aşağıdır, amma yenə də vaxt tapdıqca daha çox 12-13 gündən bir atıram. Çalışıram tez-tez atım, amma yəni mümkün olmur da, ev işləri, qızımı apar gətir, yəni özümü məcbur da eləmək istəmirəm. Ürəyim nə vaxt istəsə o vaxt atıram, yəni vloqları. Düzdür, bu düzgün deyil əslində, yəni əgər izləyən varsa kimsə, onu gözlədirəm də, yəni belə. Amma yenə də çox sağ olun ki, izləyirsiniz. Axırıncı videom heç tutmayıb. Ona görə qısa videolarda nə vaxtı paylaşmırdım. Ona görə yenə də mənə dəstək olsanız sevinərəm. Çox sağ olun ki, izləyirsiniz. Abunə olmağı, nə bilim, şərh yazmağı unutmayın. Mənim üçün bu çox vacibdir. Oxuyuram hər birini. Gözəl sözləriniz üçün də indidən çox sağ olun deyirəm və gələn vloqlarda görüşərik.